Okey, indi try keçəsik. Try kimsə bilirdi, bilmişdik. Belə düzdür, oyun yarışlarında o qədər çox rast gəlinmir, amma Podforce'da falan arada bir rast gələ bilərsiniz. Orada da çox rast gəlinmir, amma belə maraqlı mövzudur. Okey, görək nədir try? Try bəzən adına dictionary də deyirlər, bəzən də prefix tree deyirlər. Hamısı əslində gördüyü işlə əlaqəlidir, yəni adları. Yəni try biraz qarışıq addır. Və necə bir şeydir? Adətən stringlər üzərində tətbiq olunan bir data strukturdur. Bəzən də bitlərə də tətbiq eləmək olur. Bitlərə string kimi baxanda, ya da kilisa sistemində bitlərinə görə string kimi baxanda, bit string kimi bitlərə də tətbiq oluna bilir. Belə bir dənə şeyə baxaq. Məsələn, deyək ki, sözlər var, çoxlu stringlər, yəni var, i var, i var, bir var, z var, r var, z var və belə-belə sözlər var məsələn. Bunların hamısını saxlaya bilən, amma toplamda hər bir sözü ayrı-ayrı saxlamaqdan daha efficient metod var. Yəni məsələn toplamda hər bir sözü ayrı-ayrı saxlayanda hər sözün uzunluğu qədər simvol istifadə edir. Yəni məsələn hi-yə 2 dənə simvol, şiyə 3 dənə, toplamda məsələn 2 plus 5 dənə burada, hi-yə də 4 dənə toplam gedir. Amma try data strukturundan istifadə eləməklə bu sözlərin hamısını toplamında daha az simvol istifadə eləməklə saxlamaq olur. Bunun da səbəbi şeydir. E, Ortaq başlayan hissələrini bir dəfə saxlamaq olur. Yəni öndən eyni başlayan hissələrini. Adına dictionary ona görə deyirlər, yəni sözləri saxlamaq üçün istifadə olunur. Prefix tree də ona görə deyirlər ki, e, prefix tree də ona görə deyirlər ki, öndən prefiksi eyni olan sözləri təkrar iki dəfə saxlamır, elə bir dəfə saxlayır. İndi görə necə olur? Başda belə bir şey var. Bir dənə dummy node deyilən bir node olur. Bu tree strukturunda bir şeydir bu try. Try adı da oradan gəlir. Tree və nəyinsə birləşməsi idi. Try kimi düzəltmişlər ardı yadımda deyil. E, okay, indi məsələn deyək bir bu sözləri artırıb saxlamaq istəsən, keyini artırmaq istəyəndə bu başdakı o dummy noddan başlayıram, ona root node deyirik və bu nodlardan çıxan linklər olur, yəni edgelər. Hər bir linkin təqi olur. Məsələn, bu məsələdə linklərin təqləri, əgər tutaq ki, bizə verilən sözlər ingilis əlifbasından istifadə olunmaqla düzələn sözlərdirsə, balaca ingilis hərflərindən 26 dənə hərf var. Yəni linklər 26 dənə fərqli link ola bilər, A-dan Z-yə kimi. Məsələn, bura hi sözünü mən artırıb saxlamaq istəyəndə bu data strukturda root node-dan başlayıram və başda birinci hərf nədir? H. H linki getməliyəm. Burada təzə bir dənə, əgər yox idisə əvvəl H linki, bir dənə H linki ilə gedib təzə bir dənə nod yaradıram. Sonra yenə bu noddan da eyni şəkildə prosto növbəti simvola keçib eyni şey eləyirəm. Növbəti nə olmalıdır? I linki yoxdursa bu noddan bir dənə i linki yaradıram. Buradan, yəni bunun ucunda bir dənə təzə nod yaradıram. Və söz bitdiyi zaman, məsələn, əgər söz bitibsə, hər hansı bir nodda gəlir söz bitirsə, bu linkləri izləyə gələndə orada bir işarə də bir nəsə bir data da saxlaya bilərəm ki, sözün bitdiyini ifadə eləsin. Məsələn, mən burada tik qoyuram ki, yəni buradan başlayıb bura gələndə bir dənə söz bitdi. İndi başqa sözlər də artırıb daha mənası nədir onu görə bilərik. Şi məsələn artıranda yenə eyni proses başlayır. Başdan başlayırıq. Buradan S linki varmı? Yoxdur. Yoxdursa yaradırıq bir dənə S linki. Sonra buradan H linki yaradasıyıq. Zaten bir dəfə hansı link yox idisə yarandısa, ondan sonrası hər dəfə yaranacaq. Çünki o növ təzə yarandı deyə oradan heç bir link yox idi. Və I linki yaradırıq. Bura bir dənə tik qoydum. Növbəti məsələn year sözünü artırmaq istəyəndə yenə bu noddan başlayıram. Amma H linkini yaratmıram. Çünki H linki var artıq. Prosta o linki izləyirəm. Gedirəm hansısa bir noda, hansı ki əvvəl yaratmışdım. Buradan I linki də var. Onu da izləyib gedirəm. Daha sonra buradan R linki olmalıdır. Amma R linki yoxdur. Onda onu yaradıram. Sonra buradan da bir dənə I linki yaradıram. Və burada bir dənə tik qoyaq. Sonra Z artırmaq istəyəndə buradan başlayacağım. Yenə məsələn
T linki yoxdur deyə T getdik. H, I bura tik koyduk. Sonra Z'yi artıranda yine bu linki izleyeceğiz. Z'ye kimi Y'da bir dənə təzə link açılacaq. Bura tik koydum. Z'də də TH'e kimi bu linki izleyecek ama sonrasında bura bir dənə A linki açılacaq. Burada bir dənə T linki açılacaq. Bura tik koydum. Yani burada hal-hazırda saxladığımız nodların sayı buradaki toplam simvolların sayından daha az olur. Çünkü yani həmişə az olmayabilir ama çoxlu söz olduqca azalır. Çünkü çoxlu söz olduqca mütləq ki ortaq başlayan, eyni hərflə başlayan və yaxud da önü bir neçə hərfi eyni olan sözlər olacaq. Ona görə ki 26 dənə fərqli hərfimiz var. Burada da görə bilərsiniz ki, məsələn bir neçəsi örtüşür deyə bu say azalır. Yani çoxlu sözlər olan, məsələn lüğətdə çoxlu söz olur da, nə bilim, neçəsə 100.000 söz ola bilər. Onları ayrı-ayrı sözlər kimi saxlamaqdansa, məsələn bu strukturda saxlamaq həm memory baxımından effektiv olur, daha az şey saxlayırıq, həm də burada nəsə bir sözün olub olmadığını axtarmaq da rahat. Yəni hansısa bir söz bizim lüğətdə var, yoxsa yox, onu da rahat axtara bilərik, efficient yəni axtara bilərik. Məsələn, ora gəlsək, axtarmaq məsələsinə, tutaq ki, belə bir lüğətimiz var, hansı bir string bizdə var idi bu siyahıda yoxsa yox, onu necə check eləyə bilərik? Normalda belə bir data strukturumuz olmasa nə edə bilərik? Bu sözləri sorted saxlasaq, stringləri sorted saxlasaq, binary search eləyə bilərik. Elə bir ki, adi ədədi axtarmaq kimidir, amma stringi də eyni şəkildə binary search-dən sorted stringlər siyahısında axtara bilərsiniz. Amma onun kompleksiti nə olacaq? Tutaq ki, siyahıda n dənə ədəd varsa, log n bir dənə binary search-ə görə gələr, vurulsun, stringin stringə bərabər olduğunu check eləməyin kompleksi. O da indi stringlərin uzunluqları ilə asılıdır. Deyək ki, bizim axtardığımız stringin uzunluğu, axtardığımız string S olsa uzunluğu belə ifadə edə bilərik. S kimi. Onda log n vur S olar. Və yəni mapdə saxlayıb tapa bilərsiniz. Mapdə saxlasanız da yenə kompleks dəyər adi mapdə saxlasanız bu olacaq. Necə bu olacaq? Çünki S uzunluğu bir şeyi hash eləmək. Normalda bir dənə məsələn integer'ı yazırsınızsa mapə və yaxud mapdə axtarırsınızsa logdur bunun kompleksi, amma daha böyük bir datanı axtarırsınızsa o datanın ölçüsünə də vurulur kompleksdir. Yəni məsələn S burada düz böyük olmaya bilər, amma böyük də ola bilər. Amma əslində biz bu logu itirə bilərik. Pure belə bir kompleks də ala bilərik o S. Yəni ki, axtardığımız stringin uzunluğuna ekvivalent bir kompleks də ala bilərik. Bundan yaxşısını da eləmək olmaz. Necə eləmək olmaz? Zaten əgər bu query kimi bizə gəlirsə ki, bu string varmı bizim siyahıda? Zaten o stringin özünü oxumağımızın kompleksidir, elə o onun uzunluğudur. Və o kompleksliyə də olub-olmadığını try-da rahat yoxlaya bilirik. Nədir? Elə bayaqki add eləmə prosesi prosto add eləmədən buradan başlayıb linklərlə gedirsiniz. Məsələn, burada Zem sözünün olduğunu axtarmaq istəyiriksə, başlayasıq buradan. T linkini izləməli varsa, getdiyi var, H var, I var. Sonra i-dən M olmalıdır, amma M linki yoxdur. Demək ki, Zem yoxdur burada. Bu şəkildə qərar verə bilirik. Və yaxud bitdisə, gəlib axırına qədər satdıqsa, bir də tiki yoxlamalıyıq. Çünki məsələn, mən burada TH deyə ki sözü var. TH stringini axtarıram. TH linkləri var. Amma əslində TH sözü məndə lüğətdə yoxdur. Onu da buradakı qoyduğum tikdən detekt eləyə bilərəm. Yəni, burada bitən söz yoxdur əslində. Okay, bu şəkildə yoxlaya bilərsiniz. Bu elə adi try-nin, yəni, elə definitiondan gələn tətbiqidir. Stringləri artırmaq və daha sonra hər hansı bir stringi orada axtarmaq. Vardı yoxsa yox. Var kim başa düşür? Okay. Onda belə bir dənə məsələ olsa, tutaq ki, bizə n dənə string verilib. N dənə string verilib, str-lar və deyir ki, köhnə IOI-lardan olan bir məsələdir. Tam oradakı kimi mi deyəcəm, biraz modify edib mi deyəcəm, bilmirəm, amma ona bənzər bir məsələ deyəcəm. Bir dənə başda elə bir ki, siz text type edirsiniz, text yazırsınız. N dənə string verilib. Bütün bu stringləri yazmaq lazımdır. Başda heç bir şey yazmamışsınız. Məsələn, elə yuxarıda çox şey var. Deyək ki, bu olsun. H, E, third və ki, Z olsun. Okay, məsələn, bu işləyən sözü yazmaq lazımdır. Başda da heç nə yazmamışıq. Bu üç sözü
minimum neçə yazma və silmə elementlə hamısını yaza bilərik. E, və yazma nə sayılır? Məsələn, tutaq ki, H yazdım, bir dənə yazma elədim, sonra I yazdım. Hansısa bir söz düzəldisə, bu söz düzəldi deyib, yəni o sözü qırağa qoyuram. O okeydir, düzəldi. İki dənə operation elədim. Bir dənə yazma, bir dənə də yazma. Sonra bir dənə də erə bastım. Məsələn, üç dənə yazma elədim. İkinci bir söz də düzəldi. Sonra bir dənə silmə eləyirəm, bir dənə də silmə, bir dənə də silmə eləyirəm. Sonra bir dəfə yazma, yazma və yazma. Üçüncü sözdə yazma. Yəni bütün sözlər yazıldı. Yəni bütün sözləri bu şəkildə yazıb bitirmək üçün sonda qala bilər. Yəni sonda nəsə bir yazı qala bilər. Minimum neçə dənə yazma, silmə əməliyyatı eləmək lazımdır toplamda? Hə? Yox, yox. Yəni ortasında o söz yazılsın olmaz. Belə yox. Yəni söz özü bütöv başdan string o sözdən ibarət olsun. Ortasındakı hansısa bir substring o söz olsun yox. Elə deyil məsələ. Məsələni başa düşdük, nədir? Okay, constraintlərdə belə ola bilər. Yəni n 10^5 falan civarında ola bilər. Total stringlərin uzunluğu da deyək ki, o civarda bir şeylər ola bilər. Yəni 2^5 ya da 10^5. Stringlərin uzunluqları cəmidə 2^5-də. Okay, indi biraz elə belə düşünün, bunu try-ilə necə eləmək olar? Məsələn, he, her. Okay. Bəs amma məsələn belə bir situasiya varsa, tutaq ki, them də var burada. İndi mən başlayanda hansından başlayacağam? Ən kiçik olandan okay, ola bilər. Düzdür. Yəni ideya belədir. Yəni əsas məqsəd sona ən uzununu saxlamaqdır. Məna da orada nədədir? Çünki əslində elə bunun try-sini düşünsək, məsələn yuxarıdakı məsələdə try-sini düşünsək, biz bu try-nin hər bir noduna ən azı bir dəfə girməliyik, bir də qayıtmalıyıq da. Elə bil ki, tree-yə gəlir məsələ. Belə bir try-sini qurandan sonra biz bu noddan başlayırıq. Hər bir yerə gedib qayıtma eləməliyik. Bir dənə axırıncı hansısa getdiyimiz yerdən qayıtmaya bilərik. Onda da operationları azaltmaq üçün demək axırıncı getdiyimiz yer ən dərin yer olmalıdır ki, oradan qayıtma operationları maksimum olsun, onu eləməyik. Əgər birdən sonda qayıtmaq da olsaydı məsələdə, məsələ daha sadə olardı. Prosto elə try-dəki nodların sayının 2 misli olardı, elədir. E, yəni dummy nod xarici yəni. Amma belə olanda biraz daha greedy düşünmək lazımdır ki, axıra ən uzun pəsi saxlamaq. 2008-ə düşüb bu məsələ iOS-da. Bu ya da buna bənzər bir şey. Okay, try-nin indi başqa nə tətbiqləri var? Binary ədədlərlə bağlı bir dənə məsələyə baxaq, görək orada necə tətbiq edə bilərik. Belə bir məsələ verilir bizə. A array verilir, A1, A2, AN. Constraintlərimiz yenə belə bir şeydir. N2 bronz 5-ə kimi ola bilər. Ən azı da 2 olsun. Aylar da 19-a kimi tapı ola bilər. Və sual ondan ibarətdir ki, elə IJ cütlərinin sayını tapın ki, A'yı sor AJ və bitlərlə bağlı məsələlərdə zaten XOR-la rast gələ bilərsiniz. Bu tip, yəni, XOR-la bitlərlə bağlı məsələlər olur ki, hansı ki, try-ilə həll edə bilərsiniz. A XOR AJ böyükdür hansısa verilmiş X ədədindən. Belə cütlərin sayını tapmaq var array-də. X də təbii ki, yenə 0-19 aralığında ola bilər. Bir dənə də X verir bizə. Deyəsən, yaxında bir Div3-də belə bir sual düşmüşdü. Buna gəlir həllinə belə.
Tam detallı demədin, bilmədin yəni. Aha, sən də. Okey. Nodda yəni nodu deyirsən. Yox, ya, tiklərin sayı, ədəd yəni. Ha, okey. Təqrib başa düşdüm. Düzdür, yaxşı. Yəni həllin məntiqi nədir? Belə daha alqoritmik, yəni step desək, belə bir try düzəldə bilərik. Hansı ki, bitlərini saxlayır ədədlərin ən önəmli bitdən ən bir növ önəmsiz bitə doğru. Yəni ən çox təsir edən bitdən ən az təsir edən bitə doğru. Tutaq ki, bu ədəd 30 bitli bir ədəd ola bilərsə, yəni 19-da 30 bitdən çox olmayacaq. 30-cu bitdən başlasaq və 29-cu bitdən başlasaq, ədədləri try-yə artırsaq, amma necə eləyəcəyik? Məsələn, A1-i birinci artırasıyıq try-yə. Tutaq ki, A1-i artırdıq. A1 atıram, deyək ki, 7-dir. Countlarımızda bizim bu example üçün çox böyük olmasın. Maksimum deyək ki, 3 dənə bitli ədədlər yazacağam. 7 nədir? 1, 1, 1-dir. Məsələn, bura mən belə bir ədəd artıracağım linklər olaraq. 1, 1, 1. Bu try-də 2 cür link var, 0 və 1. Okay, bunu artırdım. Məsələn, sonra nə edəcəm? Birinci ədədi artıranda heç nə eləmirik. Zaten bir dənə ədəd var hərəkəmizdə. İkinci ədədi artıranda bizim fokusumuz budur. Hər AJ-ni artıranda ondan əvvəl neçə dənə AI var ki, o aylarla AJ-nin ilk soru verilmiş X-dən böyükdür. Bunu hesablamağa çalışacağıq hər dəfə, amma sürətli hesablamağa. Hər A ədədi üçün hər artıranda bunu loqa hesablamağa çalışacağıq. Dolayısıyla ümumi həll edən loqan olacaq. İndi deyək ki, növbəti X-imiz də burada bizim olsun 5 məsələn. X deyə 5 verib, binary-də belə. A2 artıraq, A2-miz olsun 4. 4 nədir binary-də? 4, 1, 0, 0'dır. İndi nə edəcəyik? A2-ni artırmazdan əvvəl birinci şey eləyəcək. A2-dən əvvəl gəlib, ondan soru X-dən böyük verən neçə ədəd olduğunu saymağa çalışacağıq. Bunda necə saya bilərik? Burada başda ən yüksək bit mərtəbəsinin linki saxlanılır, elədir. 5-in ən yüksək bit mərtəbəsindəki bitə baxırıq, yəni X ədədinin. Bu 1-dir. Bizim hal-hazırda artırmaq istədiyimiz ədəddə də bu 1-dir, elədir. Onda okay, 5-də bu 1-dirsə, deməli bu XOR-un 5-dən böyük olması üçün bu XOR-un nəticəsində alınan ədəddə də o bit position 1 olmalıdır. 0 olsa zaten kiçik olacaq, elədir. Ən yüksək bit mərtəbəsindən baxırıq çünki. Və bizim ədəddə o yer 1-dirsə, onda deməli əvvəldə gələn ədədlərdə, yəni AJ üçün seçdiyimiz ədəddə bu bit position 1-dirsə, onda əvvəldə gələn ədədlərdə 0 olmalıdır. Çünki əvvəldə gələn ədədlərdə 1 olsa ora nə olacaq? 1 ilə 1-in sonra 0 olacaq, amma bizim X ədədində 1-dir, kiçik ədəd yaranacaq. Bundan sonrası nə olursa olsun. Okay, onda deməli biz buradan 0 linkini izləməliyik, elədir. 1 linkini izləyib getsək, bu tərəfdə olan istənilən şey kiçik olacaq. Ona görə 0 linkini izləməliyik, amma 0 linki yoxdur. Yoxdursa demək ki, elə bir ədəd yoxdur hal-hazırda əvvəldə gələn, hansı ki, bu ilə böyükdür. Bir dənə 7 vardı zaten, 4-lə 7-nin sonra da 3-dür, oradan da kiçik. Sonra 4-ün özünü artırırıq. Bu prosesi ikisini bir yerdə də eləyə bilərsiniz, amma rahat olsun deyə əd eləmə prosesini ayrı, bir ədəd üçün count-u sayma prosesini ayrı yaza bilərsiniz. İndi əd eləyəndə ədədin özünü yenə belə eləyirik. 1 linkidir, sonra nə izləyir? 0-0 linki izləyir. 4-ü bura artırdıq. Sonra deyək, məsələn, bir dənə ədəd gəlib, A3 bərabərdir 3 olsun məsələn. 3 isə 0-1-1-dir. 3 bitli baxsaq. İndi yenə nə edəcəyik? Buradan başlayacağıq. Bizim ədədin buradakı biti 0-dır.
X-in 1-dir. Deməli, biz 1 almalıyıq sorunun nəticəsində. 0-la nəyin soru 1 verər? 1-in, yəni bunun əks bitinə getməliyik. Onda 1 linkini izləyirik. 1 linkini izlədikdən sonra, yəni olsa bu tərəfdə ola bilər böyük verən sorular. İndi 1 linkini izləyəndən sonra nə edəcəyik? Növbəti bizim ədəddə bit 1-dir. Bizim ədəddə bit 1-dir. X ədədində bit 0-dır bu pozisyonda. Onda nə baş verəcək? X ədədində bit 0 olanda e, əks bitə getsək, hamısı böyük eləyəcək. Çünki baxın, bu yerə qədər eyni bit alındırmışıq X orada. Hal-hazırda X-in oradakı bit pozisiyonu 0-dır. Amma bizim A ilə AJ-nin bitləri fərqli olsa, o yerdə 1 olacaq. Onda bu demək ki, bundan sonra nə olursa olsun böyük ədəd alınacaq onsuz da. Bu ədədlərin hamısını götürməliyik. Yəni dolayısıyla burada 1 ilə gəldik. İndi bizim ədəddə bit position nədir? 1-dir. Əksi olan nədir? 0. 0 olan sub-3 hissəsində qanadında olan hər şeyi götürməliyik. Yəni neçə dənə ədəd bitirdisə orada. Orada bir dənə ədəd bitirdi elədir. Bir dənə ədədlərə tik qoysam. Bunların hamısı zaten böyük verəcək. Bunları cavabımıza əlavə edirik. Bir də bərabər, yəni bu bitlə eyni alınan XOR hissəsini isə izləyib rekursiv olaraq o ardına gedirik. Yəni bizim ədəddə 1 idi. Burada da 1 olan bir ədəd götürsəm, sonra 0 eləyər. Burada hələ ki bərabər gedir. Bilmirəm nə baş verəcək ardında. Onu izləyirəm. Gəlirəm bura. Daha sonra mən ədədimdə hal-hazırda bu bit position 1-dir. X ədədində də 1-dir. X-də 1-dirsə mütləq fərqli olan tərəfə getməliyəm. Bir də ki, bir dənə son bitdirsə, ya da okeydir, ona ehtiyac yox. J-yə getməliyəm, fərqli olan tərəfə. Burada fərqli olan tərəf yoxdur, elədir. Çünki bu 1-dir, 0 olan tərəfə getməliyəm. Yoxdursa demək 0 toplayıram məsələn cavabın üzərində. Burada hal-hazırda bir dənə tapdım. Okey. Dolayısıyla 1 olanda ancaq bir dənə alternatifim var getməyə. Mütləq əks olan bitə getməliyəm. 0 olanda isə əks olan bitdəki bütün sub-3-ni zaten toplaya bilərəm. Ora getmirəm, cavaba toplayıram. Amma eyni olan tərəf varsa ora gedirəm. Yəni dolayısıyla hər dəfə mən bir dənə aşağı düşəndə bir linki izləyə-izləyə gedirəm. Bu trinin də hündürlüyü logdur. Elədir, çünki ədədlərin bitlərinə görədir. Ədədlər binary string kimi baxanda log ölçülü olurlar. Dolayısıyla o loga bütün şeyləri tapa bilirəm. Sayılar. Bir də biz ədəd elədiyimiz zaman burada hər sub-3-də neçə dənə ədəd bitir, onu da update eləməliyik ədəd elədikcə. Bu da sadədir. Prosto, yəni məsələn bu noddan keçib bir dənə də aşağı gedirəmsə, bu nodun countunu bir dənə artırıram. Yəni hər noddan neçə dəfə keçirəmsə, countunu o qədər artırıram. Dolayısıyla orada neçə dənə ədədin bitdiyini də elə o şəkildə update eləyə bilərsiniz. Bura sonra 3 artırılır məsələn. 3 necə artırılacaq? Buradan 0 linki, 1 linki. Bu arada axtarışla şeyi birləşdirmək çox çətin olacaq. Çünki bayaq dedim, bəlkə eləyə bilərsiniz, amma axtarışda belə getmişdik. Amma əd eləyəndə məsələn bu linkə getdik. 0, 1, 1. Okay, proses bu şəkildə gedir. Başa düşdü. Nəsə sual varmı? Belə. Bunun müxtəlif modified versiyaları çıxa bilər qabağınıza məsələlər. Məsələn, belə bir versiyası çıxa bilər ki, eyni məsələ belə rast gələ bilərsiniz. Neçə dənə sub-array var ki, sub-array XOR X-dən böyükdür. Bu məsələ eyni ilə buna gəlir. Çünki sub-array XOR-unu prefix array-nə baxanda 2 dənə ədədin XOR-u kimi ifadə eləmək olur. Elə ki, yenə bu məsələni həll eləməli olacaqsınız. Okey. Belə, bununla bağlı try-ilə bağlı əslində çox belə göstərəcəyim tətbiq yox idi. Əsas 2 dənə biri string üzərində, biri bu idi. Məsələlərdə ola bilər 1-2 dənə də başqa tipli ideya olsun, amma yenə də bu ideyalara yaxın nələrsə olacaq. Kodunu bir neçə cür implement edə bilərsiniz. Adi əslində, məsələn, tutaq ki, 26 İngilis hərfindən ibarət stringlər artırırsınızsa, hər noddan 26 dənə link çıxmalıdır. Ona görə bir şey saxlaya bilərsiniz. Mən burada biraz belə structure formasında implement etmişəm. Siz adi array saxlaya bilərsiniz. Tutaq ki, max-ın 26-ya ya da 26-nın max. Hansı ki, max yarana biləcək nodların sayını göstərməlidir. 26-dakı linkləri göstərir. Əgər ki, binary şey saxlayırsa 2 saxlaya bilərsiniz onu. Okey. O şəkildə eləyəndə, amma bir də önəmli məqam nədir? Max-ı necə hesablaya bilərsiniz? Məsələn, max nə qədər nod yaranacaq try-də, onu hesablamaq tam dəqiq hesablamaq çətindir, amma tutaq ki,
bilirsinizsə ki, bütün stringlərdəki simvolların sayı 2 vur 5-dən kiçik bərabərdir. Onda bundan çox yaranmayacaq da təbii ki, bundan daha az olacaq, çox olmayacaq, elədir. Amma nə qədər az olacağını dəqiq bilə bilmirik. Ölçünü ona uyğun qoymaq lazımdır. E, Məsələn, əslində string tipli məsələlərdə bu elə okey olur. Adətən belə bir constraint verir, o yaxşı olur, bu ölçünü qoya bilərsən. Amma ədəd olanda, məsələn, n 2 vur 5-dir, ədədə də 9-dur. Necə qoymalısınız, məsələn, ölçüsünü, nə qədər yarana bilərsiniz? Her şimdi aynı şey yapıldı. Ama en doğru. Məndə n-log qoymalısınız bir növ. Əslində n-logdan yaxşı olacaq biraz, amma nə qədər yaxşı olacağını bir xeyli analiz edersiniz, bəlkə biraz nəsə daha yaxşı upper bound tapa bilərsiniz, amma çox düşünməsək adi n vur log qoymalıdır. Yəni 2 vur 5 vur 30 bu halda eləyir 6 vur 6. Belə olanda bəzən memory, yəni ola bilər ki, çox dirənir də memoriya çoxdur, amma əslində realda bu qədər yaranmayacaq. Məsələn, bu tipli structure şəklində yazanda yarandıqca, məsələn, vektordur, yarandıqca artırır. Bunu structuresız da vektor kimi eləyə bilərsiniz. Əgər ki, yarandıqca vektorun ardına pushback eləməklə və yaxud belə də structure kimi də belə yaza bilərsiniz. Okay, burada əsas əslində bu hissələri global arraylər kimi götürsəz də, götürməsəz də əsas 2 dənə funksiya var. Yəni add eləmək, bir də find eləmək nə isə. Bunlar çox dəyişməyəcək, yəni bu implementationlardan asılı olaraq. Burada prosto məndə pointerlə yazmışam burada. Elə ki, linklərə pointer saxlamışam deyə. Burada hər dəfə rootdan başlayanda pointer götürürəm, görə bilərsiniz. Yəni, məntiqi nədədir? Stringi add eləmək istəyirəmsə, stringi bura ötürürəm. Okay, stringlə bağlı nəsə informasiya saxlamaq istəyirəm, ta ki, ID-sini orada saxlamaq istəyirəm bir yerdə, onu ötürmüşəm. Və hər dəfə qaydamız nə idi? Try the root noddan, həmən o dummy node dediyimiz noddan başlayırıq. Və stringin də simvollarına baxırıq. Hal-hazırki simvolun olduğu link mövcuddursa, bu yəni ifadə mövcud olduğunu göstərir. Mövcud deyilsə, null verəcək. Yəni ki, bu null da false deməkdir. 0 deməkdir, ona görə false olacaq. Əgər mövcuddursa, elə ora gedirəm, yəni o linki izləyirəm. Root'u verirəm, root link S-yə, seçxəyə. Əks halda root value-ya ID-ni yazmışam. Burada bir dənə value, yəni nodda value saxlamışam. O da tick dediyim şeydir. Mən ola bilər ki, orada 1-0 saxlayayım və yaxud ola bilər ID-lərini saxlayayım, stringlərin məsələdən asılıdır. Burada size niyə 27 götürmüşəm, onu bilmirəm. 26 əslində bəhs eləməlidir. Çünki 26 hərf var, 0-dan indeksləmişəmsə. Okay. Məsələn, əks halda else-dirsə, yəni bu null pointer olanda yaranmayıbsa o link, prosto o linki yaratmaq lazımdır. Yaradanda da nə edirəm? Bu yaratmaq budur. Həmən linkinə təzə bir dənə node yazıram. Təzə bir try nodu. Structure olduğu üçün new try ID çağırmışam. Bunu yazandan sonra elə rootda təzədən o linki izləyib o həmən noda getməlidir, ora gedir. Bir də bura girdisi əslində gələn səfər ki, steplərin hamısında bu else girəcək. Ben bir try ID. New try ID niyə yazmışam? Mən bu məsələdə şey eləmək istəmişəm. Bu yəni ki, hansı bir məsələ üçün olan implementation'ındandır. Elə bil ən son hansı stringi artırıramsa, o stringin keçdiyi pass boyunca onun ID-sini yadda saxlayıram o passdəki, yəni ən son hansı string artırılır. Bəzi məsələlərdə elə lazım gələ bilər. Yəni bu general ideyası olaraq try-nin lazım deyil belə bir şey eləməyi biz. Amma bu məsələdə harda istifadə eləmişəmsə orada lazım gəlir. Ha? Bu konstruktorun bir yazılma usuludur. Buralara çox boxlanmayın. Dediyim kimi bunu siz şey eləyə bilərsiniz. Sizin try'iniz bir array ola bilər. Əslində bir dənə ikinci implementation var. O da düzdür structure-dan da, amma unordered map'dən də o biraz daha rahat. Valve odur ki, hər try'nin hər nodu bu informasiyaları saxlayır. Eləndə bir dənə value saxlayır, bir dənə də link vektoru saxlayır. Yəni ki, burada nod var. Bu nodlarda bir value saxlaya bilərəm. Nəsə ID və yaxud 1-0 ki, göstərsin o nodda hər hansı bir söz bitir yoxsa yox. Yəni buradakı tiklər kimi. Bir də ki, linklər saxlayıram. Yəni hər try nodunun iki şeyi var əsas. Bir o nodla bağlı bir value, bir də linklər. Burada da odur elədiyimiz. Və bir dənə nod yaradarkən mən bu iki şeyi initialize eləməliyəm. Structure-lar belə işləyir. Value v o deməkdir ki, value'sunu bu v ilə initialize edək, value'suna v ver. Bu da o deməkdir ki, 27 dənə link yarat. Hansı ki, bunu 26 da eləsək olar və hər birini hələ ki null elə. Yəni hələ ki oradan heç bir link açılmayıb.
hansı açılanda yaradasıyıq. O da burada baş verir bu şəkildə. Hansısa bir təzə link yarananda hardasa ora təzə yaranmış bir try nodu bağlanır. Yəni altda bir dənə nod yaranır, ora bağlanır. Find'da da ki yenə rootdan başlayırıq. Oxşardır əslində ədə. İterasiya edirik stringi və hal-hazırki link varsa ora gedirik. Yoxdursa demək məsələn bu söz yoxdur. -1 qaytarırıq. Yox, sona qədər getdiksə, sonda məsələn mən o sonda gəlib çatdığım noddakı saxladığım value nədirsə onu qaytarmışam. İndi məsələdə sadəcə o söz bizim lüğətdə var idi ya da yox idi olsa, value-da siz sadəcə 0-1 saxlasanız onu qaytara bilərsiniz. Ona əsasən bilmək olar var idi yoxsa yox idi. Unordered map ilə olan implementation da var. Bu ikisi arasında fərq nədir? Niyə unordered map ilə də implementation var? Məsələn, bu implementationda biz bir dənə nod yaradanda onun üçün 27 dənə link saxlayan bir vektorda yaradırıq avtomatik. Düzdür, null pointer saxlayıram, amma yaradırıq da 27 dənə. Bir dənə nod yaradanda 27 dənə çıxan şey yaradırıq. Amma unordered map olan implementationda bunu yaratmağa ehtiyac yoxdur. Bir dənə nod yaradanda unordered map olan implementationda şey belədir, try'imiz. Simvoldan noda, nod yenə bizdə try'dir. Burada şeyde. Okey. Hər bir simvoldan, yəni bu simvol bizim izlədiyimiz linklərdir. Getdiyimiz o linki izləyəndə gedib çıxdığımız nodu göstərir. Yəni map. Simvoldan, linkdən noda elə bil map eləyib. Bu səfər məsələn hər hansı bir try, məsələn mən new try yaratmaq istəyəndə prosto bir dənə elə bir ki unordered map yaranır məndə. Bir dənə int yaranır, bir dənə də unordered map yaranır. Amma o unordered map sadəcə yaranır deyə hələ ki heç bir şey yoxdur da orada. Yəni ekstranı saxlamamışam. Ona linklər lazım gəldikcə yaradacağam yəni. Daha sonra hər hansı bir ta ki buradakı root məndə try idi. Oradan hansısa linki saxlamaq istəyirəmsə, ta ki link C-də rootun C linki yox idi hal-hazırda. Mən C linkini yaradanda artıq orada bir dənə təzə informasiya saxlanılır mapdə, elə ki map əlavə olunur. Dolayısıyla hər noddan axı 26 dənə link çıxmayacaq əslində realda artıranda çoxluğu. Hansılar lazımsa onlar yaranacaq unordered mapdə ancaq. Memorini biraz yaxşılaşdıra bilər bu implementation bəzən əgər ki memory ilə bağlı dirənibsə, amma sürət baxımından biraz yavaşlaya bilər. Bir də ki daha sadə implementation sizdə mənim köhnə kodlarımda ola bilər. Ya da CP algoritmimizdə məncə daha sadə implementation var. Yəni structuresız falan. Nə ora baxaq. Hə? Baxım görüm neysə. Structure nə var? This? Hə, bu şeydir. Prosto o, yəni hal-hazırki try'ini, hə, onun pointerını qaytar. Başqa bir dəyişəndə saxlayıram da. Z sözü dəyişmir. Hətta mən o dəyişənin bir dənə referansını alıram. Yəni pointerlar belə işləyir yaddaşdakı. Pointer hansısa bir yaddaşda bir yeri göstərir bizə, yəni harda saxlandığı adresini. Daha sonra siz o adresi götürüb dəyişəndə başqa yerə getmiş olursunuz, amma bu əvvəlki yerdəki informasiyanı dəyişmişsiniz. Yəni kitabın səhifəsi kimi düşün. Yəni kitabın 5-ci səhifəsində nəsə var, sən keçib 10-cu səhifəyə keçəndə prosto səhifə nömrən dəyişir. 5-ci səhifədəki informasiya dəyişmir də, o qalır yəni. Ata bilərəm atmağını, amma videodan baxıb oturub implement edə bilərsiniz. Amma hələ ki belə yox, mən adi cür implement eləməyinizi məsləhət görürəm try'ini. Yəni görüm burada hardaydı? Data structures'daydı mı? Yox. Tree'də. Tree'də. Tree'də deyil. Advanced'dədir belki. Yox. String'də ola bilər olsun. String'lə bağlıdır həm də çünki. Algoraskin içində verilirlər yazılan. Algorasik mürəkkəb bir algoritmdir.
Burada da ama structure kimi verdi. Neyse buna bakmayalım. Burayı. Hmm. Ve burada mesela sade implementation'dı. Bring as, isize'dan, Melfit'se, next, plus, next. Ha, buradan bakabilirsiniz isteseniz ama bunu da çok beğenmedim. Gelin burada izah edeyim de size. Implementation'ı beyaz. Böyle bir şey götürebilirsiniz. Mesela diye ki sadece sözler artırırsınız ve sizin try'iniz e, 1-0 saxlayır. Prosta orada söz bitir yoksa bitmir diye. Böyle bir şey götüreceksiniz. Max'ın 26'ya. Max hansı ki total yaranabileceği nodların maksimum sayı olsun. Daha sonra ne edirsiniz? Bir de next diye bir değişeniniz olur. Next diye. Ve bu next kim bayaq dedi persistent segmentləri oxşuyur. Bu next'e görə yəni demişəm. Next'i məsələn 1 qoya bilərsiniz başda e, ya da 0 da qoya bilərsiniz. Fərq yoxdur. Ya onun yapmak var mı? Hə? Onun klasik yapmak var mı? Gərək yoxdur, bilmirəm. Yəni try persistent eləmək deyirsən, o başqa şeydir. Yok. Prosesinden faydalı. Sıfır nodu başda dummy nodumuz olsun. Ta ki 0 adlı nömrəli nod. Daha sonra məsələn add eləmək necə olacaq? Void add. Add string ta ki s add eləmək istəyirsinizsə nə edəcəksiniz? Belə bir şey eləyəcəksiniz. Nod olaraq root noddan, yəni dummy noddan başlayacağıq. Nod bərabər 0. Daha sonra nə deyəcəyik? Deyəcəyik ki S-in içindəki çağrılara bax və neynə? Əgər ki hal-hazırda try-də olduğum noddan çıxan C linki varsa bu dəyər sıfırdan fərqli olacaq. Nəyə görə? Çünki çıxan linkin ucunda mən təzə bir nod nömrəsi saxlayacağım. Bir dənə dummy nod sıfırdır. Qalanları müsbət edədilər. Ta ki buradan A linki çıxırsa, burada ta ki 1 saxlanacaq ya da müsbət bir ədəd saxlanacaq. Buradan çıxan A linkidir. 0 saxlanıbsa yoxdur deməkdir. Ki bayaqki null pointer kimi. Hansı ədəd saxlanıbsa, hansı nömrəli noda gedirik, linki izləyəndə o saxlanıb, onu göstərir. Əgər varsa, ora gedirik, avtomatik. Bu halda gedirik, nod bərabərdir. Try nod seçfaya əks halda isə yoxdur deməli. O halda yaratmalıyıq. Yaratmağı da, təzə bir nod yaratmağı next ilə ifadə edəcəyik. Yəni next bizdə başda 0 deyir ki, ən son yaranmış nodun nömrəsini göstərir next deyə bizə. Hansı ki 0 başda bir dənə dummy nod var. Deməli növbəti yaranacaq nod next'in bir sonrakısıdır. Next plus 1. Yəni onda biz nə etməliyik? Deməliyik ki, try noddan çıxan C-A linki, yəni C-yə olan link, ta ki burada bu noddan H linki yox idi, yoxdursa, onda burada mən götürüb bir dənə təzə nod yaradacağam, onun növbəti nömrəni verəcəm, ta ki növbəti nömrə 2-dirsə, verəcəm və buradan çıxan həmən linkdə artıq 2 noduna gəlib çatdığımı saxlayacağım informasiya var. Yəni try node C-A-də nə saxlayacağım? Plus next saxlayacağım. Yəni plus next elədim. Next bir dənə adda oldu 2 və bu saxlandı burada. Və bir də bu linki izləyib bura getməliyəm ardını eləmək üçün prosesin. Və buradan bu dəyəri təzədən götürüb noda yazmalıyım. Bunu özünün hamısını bir sətirdə yaza bilərsiniz belə. Nod bərabərdir, bu bərabərdir, bu. Belə olanda bəlkə sağdan sola doğru işləyir. Birinci bunu buna yazır, sonra da bunu buna yazır. Okay, yəni əd eləmək belədir. Adi yazsaz.
Find eləməkdə buna bənzərdir, yazmıram. Çünki finddə prosto şey edirsiniz. Yəni varsa izləyirsiniz, linki gedirsiniz, yoxdursa, yəni də yox olduğuna qərar verirsiniz, return tutaq ki, 0 ya da -1 edirsiniz. Sonda da gəldik hansı bir yerə qədər çatdıqsa, o söz var idi yoxsa yox idi baxmaq üçün e, şeyə baxırsınız. Bir dənə də belə bir şey saxlamalısınız. Hə. Int value tutaq ki, value max. Hər bir nod üçün bir dənə şey saxlamalısınız orada. Tick məsələsi. Ki 1 və ya 0 saxlaya bilərsiniz. Əgər söz orada bitirsə ya da bitmirsə. Ona əsasən qərar verə bilərsiniz ki, bura qədər gəldi. Bu həqiqətən sözün bitdiyi yerdə yoxsa hansı bir sözün prefiksidir. Başa düşdük? Nəsə sual varmı? Yoxsa onu da gəlin yekunlaşdıraq.